Hamımızın üstadımızdır. Bizim ədəbi nəsil ondan dərs alıb və indi belə də dərs almaqda davam edəcəkdir. Çox vaxtınızı almaq istəmirəm. Düşünürəm ki, Əşrəf müəllimin huzurunda sonuncu dəfə ona yazdığım şiiri söyləyim. Hər şair nəfsinlə bacara bilmir. Hər şair keçəndir şöhrətdən, addan. Hər oğul haramsız çəkiyə gəlmir, hər oğul halallığı olmur dünyada. Səni tez oyatdı şair ilhamım, duydum bu əzablar haqqa cəm imiş. Dedin şair olmaq ayağı yalın, süngülər ucunda gəzmək kimiymiş. Avarı sərrastdır, ləngər ağır, axını tərsinə üzən şairin. Qanı qələmindən daşlarıb çıxır, süngülər ucunda gəzən şairim. Bilirdin bu yollar yüzü qanlıdır, bilirdin bu yollar hələfdən keçir, bilirdin bu dünya gözü qanlıdır, bilirdin ülkəni fələkdən keçir. Köksüyün altında düşərgələr var, sən zindan şairi, sürgün şairi, belə olmalıydı, belədir ki var, Veysəllidən çıxan Türkün şairi. Fitnə fəsadlardan gey yaşayırdın, lələm bu duyğular sana doğmadır. Çünki bu şəhərdə sən yaşayırdın, Sumqayıt bu qədər mənə doğmadır. İlhamın qoynundan sıyrılıb çıxdı, dərədə dumanın, zirvədə sənin. Halal qələm tutan, əlini sıxıb, halal ürəyimi öpürəm sənin. Bir daha üçün söz Azərbaycan Yazıçılar bir sədri müavini, Azərbaycan Mətbuat Şurasının sədri şair Rəşad Məciddən. Doğruya çıxmasının şahidi olurdum. Həmişə də bu şeir mənə Əşrəf müəllimin böyük torpaqlarımızın qaytarılmasına böyük ümidinin bir nişanəsidir. Bugün biz Əşrəf müəllimlə vidalaşırıq burada. Azərbaycan Yazıçılar Birliyinin, Yanar müəllimin adından, Yazıçılar Birliyinin katibi adından, bütün Əşrəf müəllimin yaxınlarına, Sumqayıt ictimaiyyətinə dərin başsağlığımı bildirirəm. Zakir müəllimə təşəkkür edirəm. Poeziya evində belə ləyaqətli vida mərasiminin təşkil olunmasına görə, eyni zamanda Əşrəf müəllim haqqında xoş sözlərə görə, doğrudan da Əşrəf müəllimlə ünsiyyətdə olan bir insan, onun necə həlim, mülayim xarakterinin, eyni zamanda müdrik fikirlərinin həmişə şahidi olurdu. Onun poeziyası həm doğma torpağımıza bağlılıq, övladlara, anaya, vətənə bağlılıq baxımından əvəzsiz bir sərvət. Dünən biz bu xəbər alandan sonra 525-ci qəzetdə Əşrəf müəllimin şeirlərini çap elədik. O şeirlərin içərisində təzə gələn şairlərə salam olsun adlı şeir də var idi və o şeirdə də son misralar belə ki, hər gün doğulan, hər gün ölən şairlərə və mən fikirləşirəm ki, Əşrəf müəllimin gözəl Azərbaycan dilində yazdığı şeirlər, poeziyası ildən sonra gələcəkdə də hər oxuyan, mütaliə edən gəncləri, yeni nəslin nümayəndələrini təsirləndirəcək, heyrətləndirəcək və hər belə mütaliədən sonra da Əşrəf müəllim yenidən doğulacaq, yaşayacaq. Allah ona rəhmət etsin. Kızı o sənət götürəridir. Müntə keçməyib, sən məni bağışla, çoxdan olur. Əşrəfdən ötürü ölürdü. Gedib ona demişdi ki, hava denən, mənim qardaşım bura girmək istəyir, bəs bunu bilmiş bilirsin. Deyib, qardaşım kimdir? Seyran xanlar olur. Açıb baxır, familiya düz gəlmir axı. Başqa çarə çıxış yolu olmayıb, qayıdıb ki, biz anadan birik, dədədən ayrıyıq. Amma bugün mən deyirəm ki, Əşrəf, biz atadan da birik, anadan da birik. Mən Əşrəfi dünyanın çok böyük şairlərindən biri hesab edirəm. Ofelia xanım biraz geldi,
bir adım da atsaydı ben diyeceğim bu sözü diyebilmeyecektim. O tabutun başında koluna kırmızı takıp Fəxri Qarağalda dayananlar var. Görün Əşrəfin Fəxri Qarağında kimler dayanır? Əşrəf böyük mənada Azərbaycan dili deməkdir, ilahi. Əşrəfin dili ilə ilanı yuvasından çıxartmaq olardı. Əşrəf. Ne bileyim, Əşrəfin bir dənə Allah ilə yaradıb da, onu təzdən təşkil etmək bəndənin imkanları daxilində deyildi. Əşrəf nə boyda istedadı vardısa, o boyda da abır hayası vardı. Ve o abır haya ona həmişə mani olurdu. Yani o, uzaq olsun, o perentoz deyirlər. Abır hayanın dazirovkası istedadından biraz yuxarıydı. Əşrəf nəhəng şair. İnanın mənə ki, bizim üniversitede Lenin Tərbiyəsi Uğrunda adlı bir gazetimiz vardı. Əşrəf orada dernekte, ben birde okuyordum. Yani o yalandan sonra ben üniversitede dahil oldum. Yani o orada bir şiir okudu, o indiyene kadar meydatmadı. Bir şiiri ezberleyir, düzdür, hamımız. Mektepte de bu tecrübeni geçmişiz. Ama ne şeyler var ki, öyle kulak asırsan kalır beyninde, başında. Ne bileyim, değil, hoşlamalı dünya değil, boşlamalı dünya değil, yaşamalı dünya değil, üzüme salıp yaşadım. Yani dünya çok da büyük danışmasın. Heç Əşrəf ondan ötürü ölmürdü. Bildiniz? Ve